Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilərimiz. Xoş gördük sizləri. Bugün gəlmişəm sizə Mərdəkanda Nəlbəki restoranı ilə üzbəüz Rahat Marketin arxa hissəsində qəşəng bir ev təqdim eləməyə. Bağ evimiz 8 sotun içində inşa edilmişdir, yolu rahat yoldur. Daxil olarkən həyətində avtomobil saxlaya biləcəyiniz geniş ərazisi var. Həmçinin girişdən sol tərəfdə mühafizə otağı yerləşir, həyətin ümumi sanitar qovşağı yerləşir. Qarşı tərəfində manqal üçün yer ayrılıb, həmçinin onun önündə də belə açıq bir söhbətgahı var, yay aylarında rahatlıqla əyləşə bilərsiniz. Söhbətgahın önündə isə uzunluğu 7, eni 3, dərinliyi 1,60 olan hovuzu yerləşir. Kifayət qədər də yaşıllığı var, məncə təbii ki, istəsəniz gələcəkdə daha da artıra bilərsiniz. İndi isə keçək evin içi ilə tanış olaq. Görək, evin içi necədir? Bu arada qeyd etdiyim kimi 8 sotdur və 180 kvadratdır. Baxırdım, görüm necə görsənərəm. Gəldik, daxil olduq evin içinə, bizi belə bir xol qarşıladı. İndi isə istəyirəm birinci keçək qonaq otağına, sonra mətbəx təqdim eləyək. Burada geniş bir qonaq otağı var, əziz izləyicilər. İstilik sistemi kombi sistemidir, əşyaları hər bir şeyi qalacaq. İndi isə keçək, mətbəxi göstərək. Elə qonaq otağının həmən yanında mətbəx var. Mətbəxdən həyətə görüntü də var, həmçinin əşyaların hər biri də qalacaq. İndi isə keçək yataq otaqlarına, ondan əvvəl burada ümumi sanitar qovşağı yerləşir. İndi isə gedək yataq otaqları ilə tanış olaq. Evdə 3 yataq otağı var. Burada birinci yataq otağı. Yataq otaqları kifayət qədər böyükdür. Tavanın hündürlüyü isə 3,80-dır. Öz sanitar qovşağı ilə bərabərdir bu yataq otağı. Növbəti ikinci yataq otağı. Həmçinin həmən yanında da üçüncü və sonuncu yataq otağı yerləşir. Qeyd etmək istəyirəm ki, evdə yaşayış olub, amma hal-hazırda satılır. Qeyd etdiyim kimi qiyməti start olaraq 380 min manatdır. Təbii ki, real alıcılarımıza və daimi izləyicilərimizə endirimlərimiz də olacaq. Qaz, su, işıq daimidir, kupçası da var. Biz getdik, növbəti videolarda görüşərik. Bizi izləməyi, kanalımıza abunə olmağı unutmayın. Hələlik.